arkadaşlar, hər birinizi salamlayırıq. Bir ildir bacımı görmürdüm. Bir il? Mən bir il gəlir. Bir il. Az birinin adı bazı bir söylə. Hə, bacı bir il gəlir. Nə gidiyorsun? Allah. Saadet kızlar elə qəşyarıqdır. Siz Allah buna bax. Bir də əlimi çək Saadet. Buna baxın siz. Əlim birləşir də yəni konkret. Bəxti və tacir səni yəni başqa süzür də aşkım. Yəni Bir dedi arvaz gözəl. deyir, bax, mən ölüm görürsən deyir, arvaz gözəlləşib. Sizgi gözəlləşdirir də qız. Evet arkadaşlar, sizler için çok maraqlı bir vlog gəlir. Ad günü vlogu. Təbii ki bu evdə də məhərrəmli olduğu üçün ancaq evdə elə özümüz üçün qeyd edirik. İnşallah Allahın izni ilə də Restoranda bacı yoxdur, yox idi. Çox əziyyət çəkmişəm vallahi. Çok sağ ol hayatım. İndi burada hamısını bir yerləşdirəcəyik. Sizi sevirik. Bəri başdan deyirəm. Kanala abunə olub bildirimləri açıb yorum yazmağı unutmayın. Və çalışın videonun sona qədər izləyin. Bu başlanğıcdır. Sona qədər baxın. Ne gülürsen? Xəsiyyət sağ ol. Çox qoğulur. Ha? Biz bura gəldim, Melis'in üstündə dava düşürdü. Məryəmlə Kərim. Burada yaş sindromuna girir. Hə, Melis də maşallah 2 yaş olur babamın. Gəl görüm. 2 yaşında uşaqlar qızlar biraz dəyişir. Günorta yoxların təri gedir, aqressivləşir. Hə? Belə mi? Uşaqlar, haydi. Az ölüm, az qalma. Gəl sən də. Bir gözüm. Hadi gəl sağlayabilir ki. Ayşe, bu bana da bunu verir. Azam baba. Sen buraya. Bir anaya. Vallahi. Sen kaç sonra çıkarsın içeri. Ayşe. Bir kere yapabilirsin. Geç oraya. Ben de bir. Dün sen de gel. Gel sen de. Bizim padrugalar. Gel sen de. Çekmeli. Oradan böyle şey dersen Yerim bunu. Bu kimin elinden? Çara bunu bunun elinden al. Bunu bunun elinden al. Tortum bundan verdim. Zağılacaq onu. Ha sen böyle dur. Sen sadece yanına biraz kes. Ha böyle sıkı. Hem Melis. Al bunu görürsün. Işıkları sıkı. Bunu yoğurun yandıma birini. Kanseneri söndürün kanseneri. Birini alsın ya. Kanseneri söndür aşkım. Bu ikisini yandır sonra onu yandır da. Kanser mi? Yandır. Bu ikisini söndürer de birden. Söndürer birden. Ay bak söndüm. Ha necə çək başlayalım. Şey ışığı söndürün bak. Söndür ya bu bunu. Nes gözdə. Tam Sen söndürün. biraz Saadet'in yanına kes. Dayan da dayan. Happy birthday to you. Happy birthday to you. Happy birthday. İndi şamları yandırak bakalım. Şamları yandırar. Aynı Melis'ten başka mı sürecek? Melis, indi başlayalım üfürək, üfürək. Hə, üfürək. Sənin bir varsa. Üfürək. Üfür. Hayır. Ne güzel paysan emirsən, gələcəksən. Necə ki biz varıq Melis, biləcəksən. Varımız, dövlətimiz, hər şeyimizsən. Bunu hər gün böyüdükcə biləcəksən. Gözünün rengi güzelliydi güzellik. Sana məxsusdu bu görkəm, bu özellik. Deyirsən də çalır. Gelişinle bize dünyanı Kərim kimi hamıya baxır ki görməli çalır. Az özerim bu. Melis alkışlar. Gelin bir kurtumuzu kesek ya. Kafasına gel. 3, 2, 1. Alkışlar. Gəlsən, bacı. Necədən sən gəlib versəz yemək yaxşı olar. Sən çəkilişin bayağı bir irəliyi var. Qoy sən gəl versin yeyək. Balacadan. Burnuna vur tort. Məs dur. Qoy düşün də yana. Hə. Yemiyoruz. Neyi? Söncür. Alo. Çok yaman dadlıymış. Sen Allah. Neçə ildir şirniyyat yemirəm. Alqışlar. Gəl də yaxında baxsın. Gözden Sən ye, sən də. Uy, kimə eləyirlər? Biləməyim. Melis'in ağzına çıxır. Gözəl. Yaman gözəl. Melis sözü yedi. Gözəl tortu hamıya verin, yesin Quranın. Uşaqlara vermədim çünki dostlar bu ailə seçəncəlik deyə sonra gözlüyündə yəni. Ana var neyse var. Saadet bilir diyen o Saadet. Yox, həqiqətən. Ana bana diyorlar. Ye. Ay sen telefona bak. Dostlar tortumuzu kəsdik, gözəl. Yanına. O he. İndi tortumuzdan gözəl çay içirik. Hə. Mis. Melis.
Melis. Alkışlar ne? Birisi alkışlar. Tren geçiş şeklimiz de çekilsin. Uşaqlar düşüncəli şəkil. Ay Allah. Mənəm, indi çəkilin qızım, şəkil çəksinlər öndür. Onu verəcək sənə. Verəcəksən. Gel buraya. Kopya. Eləmə, çırma. Mesut kaldırmadı da yukarı. Ayaqsızdır burada. Otur bir de bakın. He. Otur bak oraya. Esma bebeğe bak. Yere bak. Yere bak. Siz bas ses. Alkışlar. Bitti. Güzel. Güzel. Balım benim. Gel Yere toplanın. Allah'ın dostu tortu ye. Gel. Gel bak. Melisim, gəl Melisim. Gel otur bak. Gel otur bak. Ay Allah ne aldı? Aç göreyim ne aldı senin hala. Kömelində. Ay Allah. Yer aç. Mes bacına aa bağlıdır beni. Bağlı da açılmır. Bana ne ödüyorsun yerinde? Mevlüt da buradadır. Hamı buradadır. Hamı sağ olasın. Şuradan yaxşı baxır. Sağ olsun ha. Burada gəldim da. Şükür olmasın. Oğlunuza çıxardım. Allah xeyirli olsun. Hadi bir cümle duyuyoruz. Cümle gerisi. Gəldi oradan deyirəm. Həqiqətən. Hər bir sözünü də yemişlər. Salat istəyirsən. Hansına bak orada var bak orada da var. Çilekli alır mısın? Hansına bir de? Koddan. Hansına Al, ağdan. Yaxşı. Bir ağ verin, sadə vanilli, bir dənə də şokoladlı. Biz qısa oldu deyə, davamına dedim, bacımgillə olan gəzintimizi çəkeyim. Bacımı Rusiyada hamı tanıyır. Demişəm ki, Azərbaycana da tanıtmamış əl çəkməyəcəm. Deməli qızlar, Rusiyadan məni izləyən kimlər varsa və yaxud da fərqi yoxdur, Azərbaycanda izləyənlər də ola bilər. Çünki Sevinç hər bura gələndə müştəri götürürsən də, hə Sevinç. Bana müştəri götürür, tələbə götürür. Harada? Hə. Tələbə də götürür qızlar, öyrədir yəni. Lazeri filan öyrədir, sertifikat filan da verir. Belə. Düzdür, mənim yanımda az-az görürsünüz Sevinci. Çünki burada yaşamır, Rusiyada yaşayır. Amma təbii ki, bura gələndə bir yerdə oluruq. Bəli. Hər yer gələndə Sevir Azərbaycan. hər yer gələndə deyirəm ki, özün də aç da bir dənə YouTube kanalı aç. Qəşəng hər yer gələndə birləşək burada vloglar çəkək. Keçən vlogda yerləşdirmişdim. Bu vlogda da əgər kimlərsə daxil olub baxmayıbsa yerləşdirəcəm, keçid edib baxarsınız, izləyirsiniz. Instagramda həm gördüyü bütün işlərin hamısını orada paylaşır. Real nəticələr. Qaymaq kimi də iş görür. Allah haqqı. Çox qəşəngdir. İşi çox bəyəndim. Hava çox qəşəngdir. Gedirik indi oturub çay içməyə. Dəniz mol tərəfə gedirik. Gedinə qədər sağ olsun. Məryəm gül dayan popcorn, bir partiya dondurma. Ben popcorn almadım. İnan ki, bura gəlib çatana qədər yolda nə qədər yerdə dayanmışıq. Yəni uşaqla çıxdınsa belə də hava da qəşəng idi deyə ürəyim gəlmədi bunlarsa çıxam. İstədim bunlardan bir yerdə çıxam. Həm amma sizə qurban. Yaydı da tətildir. Məktəbdə olanda qızları çıxartmırdım çox bunları. Məktəb vaxtı ki, Məryəm tez yatsın. Amma indi artıq tətildir, deyirəm qoy yay tətildir, gəzsin. Anne benim mamam dersin. Hələ sürprizimiz də var qızlara, hə? Saadətgillə sürpriz eləyəcəyik biz qızlarımıza, hə? Bundan haberim yok. Sən xəbər. Öz Niraparın xəbəriyyat qızlar. Saadətlə qəşəng sürprizimiz var sizlərə. İnşallah bu yaxınlarda biləcəksiniz nədir. Yenə bir macəra peşindədir. Deyə burada nələrsə var Məryəm. Dirəşib ki, mən nəsə istəyəcəm. Yoktu. Ha mama git bak. Dirəşib ki, mən nəsə istəyirəm, bilmirəm amma nə istəyir. Yuxarıda bütün mağazalar bağlı idi. İndi burada nəsə axtarır. Gəlmiş biz oturmuşuq öz süddə. Amma yox, ancaq budur Məryəm qızım. Hala. Hə, burada olanlar ancaq bunlardır. Mama bak. Defter kuki. Defter Tamam, götürə bilərsən. Götür. defter. Ya bak bakak Əlavə göreyim. nəsə var, götür də onlara da. Görələri tapırsan. Alava gel bakak göreyim bir şey bulam.
Birini də tapdım, birini də tap. Götürdü onu da, qıza da yenisindi. Yok mama içimde boştu. Boşdur. Tabii ki de. Mamuncuk. Bilirsiniz Məryəm xanım. Gel sürən çəkilin. Yaxşı gəl. Gel sürən. Keftə. Hə Məryəm, nə oldu? Nə istəyirsən? Nə tapmasan? Nə tapmasan? Çıxmışıq qızlar, reski külək qalxıb. Ben yengeç Buradan çıxıb yaparım. gedirik bacı gilə. Yengeç yaparım beni. Oradan da yoldaşım gətirəcək gedəcəyik. Hayır. Yıldız. Başqa nəsə qaldı xanım? Nə qaldı? Hə, Ora necədir? bu arada Pərvi xanımın kombini Lola Fashion'dandır. Bəli qızlar. Xanımın kombini Lola Fashion'dandır. Bəli. Elə qızlar, maşallah olsun. Gəzintimiz o qədər maraqlı keçdi ki, vlog çəkməyə yadımıza belə düşmədi. Gəlmiş indi bacı gilə, buradan gəlib götürəcək Yaqub bizi. Kızlar çok sevdiğimiz insanlardan görüşürüz. Yani oturduğumuz insanlar Telefona yalnız vaxt bizim sərf eləmək sevdiğimiz istəmirik. insanlar olur. Ve Bəli. onlarla da oturduğumuz o kadar deyirik, gülüyük, hem özümüz hakkımızda, hem istediğimiz İşimiz haqqında. ve vesaire. Danışırıq, yadımıza sonra düşür ki biz vlog çekmedik. Bəli. Ve hemçinde o da o günlerden biridir. Hakkında gelmiş sevinçler. Hə, gəlmişik bura indi. Biraz da burada oturaq. Bak şimdi karanlığıydı bayağı. Bakın köynəyim de oradandı. Bu köynənin olan işarəsi olanlar da var. Onların renkleri de var. Bu ise təzə Bunun da rəngi var idi. Bunun da renkler var. Bunun da roz renkte, firuze renkte, bir de kara renkte olan var. Ama kızlar elə bir Şalvarla dəstləşdirilməsi də dəst deyil. O mən qəhvə rəngini giymişdim. 25 manat sarıçkadı qızlar, 35 manat da şalvardı, kətandı. En çok sevdiğim bu detay. Bakın. Bəli. Bir şeydir. Rahat, sərin bir gezmişəm. Aksesuarları da Pərvinin hamısı mavi Mavi aksesuardan aksesuar, qızlar. baxın. Yəni nə Qol bağı. aksesuar görürsüz. İndi mavi aksesuarın şəklini buradan yerləşdirirəm. Nömrədə var, səhifədə var. Yəni baxarsınız. Ya mavi bunlar dəstəyir aksesuardan. kızlar. Bunu mən özüm dəstəyir. Bəli, hətta bu mənim əlimdəki üzüyü belə hamısı mavi aksesuardandır. Balamı gətirdim, saçını qıtdırdım. Balamın özünə xüsusi bərbəri var Nərmanovda. Nərmanovda. Oradan başqa harda eləyirlərsə qızlar heç xoşum gəlmir, ürəyimə də yatmır. Ona görə yenidən gətirdim öz bərbərinə. Məryəm xanım da özünə alış-veriş eləyib, qəşəng indi də oturub yemək yeyir. Dur sənə baxsın Məryəm qızlar. Görün balam özünə nə qəşəng şalvar koftalıq qıza. Bax öz zövqüdür tam. Öz seçimə. Özü seçib öz alıb. Bu da qızlar bizə yeni gələn məhsuldur. Tərbi kisifdəsini Məryəm götürdü. Görün nə gözəl çantadır. Bunun içərisi dolu bilirsiniz nədir? İçərisi dolu kosmetikadır. Amma kosmetikanı özünüzə götürürsünüz, çantanı da verirsiniz uşaqlarımıza. Çünki içərisində Şəffaf glosları var. şəffaf glosları var, highlighterləri var, yay üçün hansı ki bir damcı vurursunuz, par yanırsınız. Çox qəşəng bir şeydir. Belə. İndi birazdan da gedəcəyik. Biraz endirimlərə falan baxacağıq yenə. Hə, Kərim? Ondan sonra da və gedəcəyik. Limon çəkəcək. Hə, unutdum balamı çəkməyi. Saç nətər çıxıb qızlar. Məryəm xanım, bu Çin mantısı. Çin mantısıdır nədir qızlar? Bunu inanın ki, bütün sədərəyi, super tur. Bak. Onu açacaq. Ay, işığı da yanır. Gecə oynayarıq onu Kərim. Kızlar. Bakın ben. Kərimə baxın qızlar. Məryəm xanıma qızlar, bir dərdə belə bir şapka gördüm. Kepka, içi Qarpızlı, qarpızlı. çox bəyəndim. Endirimə düşüb 8 manata düşüb. 7 manat 99 qəpiyə. Neçədən düşüb bilmirəm. 10 manat. Əvvəl 15 15 oldu, oldu, sonra 10'a ona düşüb. Ən son 7 Görüb ki qarpızı bəyənən yoxsa almasın. Var. Alaram ondan sən istəsən. Futbol oynayanda böyürəz miydi bunlar? Balacasını tapıb alaram, yaxşı? Yaxşı. İşin olur bunu. Məryəmin səbri çatmır. Maşında deyir mən bunu açacağım. Onun su koşu var. Göz koşuna. Onun adı neydi Leyla? Çin mantısı. Çin mantısı. Mama. Ha. Babamdan da asmak istedim. Ona bir köməli o da açsın. Burada bıçaq lazım idi. Evdə bıçaqdan kəsək bıçaq. Ola. O ip de.
İpin evdə çapılır. Görək içindən nə çıxacaq Məryəm. Mənə çox maraqlıdır. İçindən belə su kuşu çıxacaq. Qardaş, burada da su kuşu var. Bu ateşi. Işığı yandırdı ki, laf qəşəng düşəsə Məryəm. Burada da var, koy kapağı. Açıldı. Gördün elə bir. Yok görmedim. Secret! Secret çıktı. Kızım secret. Ha, bu nədir ki, bunu trend eləyiblər? Nasıl bir şey? Bəyəndiniz? Çok güzeldi. Göster. Bəyəndiniz xanım bu kitalski yapmatını? Babakın bacı. Qaşıq sifarişi ilə bağlı soruşanlar. Yəni baxın, biz qaşıq məhsullarımızın stokunu hər həftə yeniləyirik. Böyüklər üçün, kiçiklər üçün məhsullar hər biri ayrı-ayrı olur. Yəni Bakıda yox, ümumiyyətlə Azərbaycanda bu günə qədər bu trendi bu səviyyədə ilk biz yaratmışıq. Hansı ki məhsullar çeşid. Birdən deyirlər ki, onu yazanlar uşaq-muşaqlarda bilirəm. Bir qaşıq 35 manat bahadır. Xeyr qızlar, baha deyil. Mən keçən vlogumuzda da sübut elədim sizə ki, biz yerli istehsal satmırıq. Yəni biz fabrikin öz malını satırıq. Yəni belə də mən sizə garantisini verirəm ki, bizim qaşıq məhsullarımızda istifadə olunan məhsulların hər biri keyfiyyətlidir. Hansı ki, onların hər birini mənim öz uşağım da istifadə edir. Yəni burada biz uşaqlara məhsul seçirik. Ona görə də həssas yanaşırıq ki, kiminsə uşağı bunu bizdən alanda gedib orada allergiya verməsin, səpməsin, reaksiya göstərməsin. Həm böyüklər üçün, həm balacalarımız üçün o qədər gözəl stoklar gəlib ki, qaşıq trendimizə. Yəni bir-birindən gözəl məhsullar gəlibdir. Bir qaşıq bəli 35 manatdır. Amma içərisindəki çeşidlərin hər biri yüksək məbləğli. Yəni biz buradan xeyir qazanmırıq. Mən hər dəfəsində deyirəm. Biz bu trendə xeyir qazanmaq üçün etmirik. Onsuz içərisindəki məhsullardan bilinir ki, elektronikadan belə qoyulur içərisinə. Hansı ki, fenlər qoyuruq biz onun içərisinə. Yəni demək istədiyim odur ki, biz bunu trend üçün eləyirik. Kəşfiyyətə düşür, izləyici gətirir bizə, yeni kütlə gətirir. Bunun üçün də bəli, qlobala inansız dəfələrlə qlobala düşmüşük biz. Sırf bunun üçün də biri var ki, gedək kiməsə ödəniş verək, reklam elətdirək. Biz onu etmirik. Biz özümüz öz reklamımızı edirik. Bəli. Hər yerdən yazırlar bizə. Başqa. Bəli, bunu da yalnız belə deyim də, nəticə özümüzük, səbəbkarı özümüzük ki, əziyyət çəkirik, qiymətini uyğun qoyuruq və bunu bizimkilər onsuz da ağzı sözlü olurlar. Nə eləsən bəyənmirlər. Yəni bu artıq bizim millətin xasiyyətidir ki, nə etsəm bəyənmir. 20 manata ucuz deyənlər 35 manata baha deyir indi hal-hazırda. Halbuki 20 manatda çeşidlər daha az idi. Çeşidləri artırdıq. İçərisində parfümlərdən tutmuş spreylərə qədər, yəni hər şey əlavə etmişik. Biz bunu yəni 20 manat legolar, hansı ki satışı mağazalarda bu dəqiqə 7 manatdan aşağı deyil. Biz bunu qaşığın içərisinə əlavə ediriksə, bəli, bu trend Pinterest abadoklar satışı 7 manatdan aşağı deyil bu dəqiqə. Biz bunun hər birini qaşığımızı, qaşıq trendimizin içərisinə əlavə etmişik. Bir qaşığımız 35 manatdır. Yenə deyirəm, biz bundan vallahi xeyir qazanmırıq. Sırf trend üçün eləyirik bunu. Bizə izləyici gətirir, kəşfətə salır, səhifəmizi aktiv saxlayır. Bu bizə yetərli olur. Elə bilirik ki, özümüz belə deyim, ödənişimizi özümüzə ödəyib reklamımızı edirik. Yəni bundan da yararlanan sizlərsiniz. Elə müştəri olur, bir qaşığına 30 məhsul çıxır. Bizim də qiymətimiz 31-dən yazırlar. Bunun biri 1 manatdır. Birinci yenə deyirəm, biz yerli istehsal satmırıq. Amma biri 1 manatdan belə olsa, 30 məhsulun 1 manatdan eləyir elə 30 manat. Yenə də görürsünüz də, yəni xeyir bizə Allah misal çəkirəm. Orada bizdə biri 1 manatdan məhsullar yoxdur. Vallahi, bax Allahımıza and olsun, mayası belə bizdə biri 1 manata olan məhsul yoxdur. Elə bilirsiniz neçədir? Öz mayası qızlar 4 manata yaxın kargo ilə hesablayıram. Hə, kargo ilə bir yerdə, amma təmin sayt qiymətini açıb göstərərəm sizə. 4 manata yaxın bunun sayt qiymətidir. Çox kötmüş ya, sahibizi verirlər. Kargo ilə gəlir, çıxır 5 manata yaxın. Biz bura hədiyyə qoyuruq, biz bura paket qoyuruq. Biz belə pil çıxmasın, ambarımıza pul ödəyirik. Yəni bu şeyləri hesablayanda biz bu
qaşıq trendinə ziyanla, amma ziyan olmur da bizə kütlə gətirir deyə biz bunu xeyir kimi qəbul edirik. Bir də çalışıb belə şey ödənişli. Bəli, indiki səhifələrin qızlar 80%, pardon, bu salfetkalardan da gəlmişdi, qoydun. Deyirəm axı mən nəsə demişdim. Hə, 2 cür salfetkalar. 80% səhifələr qızlar, yeni açılan səhifələr. Siz də mən bağışlayın, ifadəmə görə üzr istəyirəm. Bu yolla keçən hamıya götürür, mal verir ki, tək bunların reklamı olsun. Amma mənə elə çürük kütlə lazım deyil. Yəni biz hər insanla əməkdaşlıq etmirik. Ümumiyyətcə əməkdaşlıq etmirik heç kəslə. Yəni bizim 4-5 dənə kosmetika səhifəmizi bölüşən xanımlar var ki, onun da hamısı bizim öz dostlarımızdır. Sağ olsunlar. Həm alırlar, həm bölüşürlər. Yəni öz yaxınlarımız, duz çörək kəsdiyimiz insanlardır. Hər hansı bir yolla keçən blogerlərdir, saadətdir, bacımdır, canımdır, ciyərimdir, evimin içidir. Yəni bir dənə qan bağımız yoxdur da, Saadətlə can bağımız var. Aygün Rəşmin də tanıyırsınız, dostumuzdur, ailəvi dostumuzdur. Yəni əməkdaşlıq oldu, olmadı, biz onlarla ailəvi dostdur. Bay Elladır, Lalədir, mənim yaxınımdır, rəfiqəmdir o da, həmçinin yaxşı dostlarımdan biridir. Asidir, ürəyim qurbanına, yəni Asi mənim illərdir tanıdığım dostumdur. Yəni bu xanımlardır. Bu xanımlar da ki, yəni dostuyam deyə məni paylaşırlar. Alırlar, sözü yəqin ki görürsünüz də. Haranı alsa oranı reklam eləyir. Bəli, gedir gratisdən paketlə məhsullar alır. Məndə də görəndə məndən alır. İnanın ki, yəni məsələn pulu ilə bir geyimi tutaq ki, zakaz eləyir mən elədiyim saytdan. Ondan soruşan olanda deyir, hə, Loladan almışam. Amma pulu ilə eləyib ha. Bəli, yəni demək istədim odur ki, biz blogerlərə reklam vermirik. Nə qədər yazırlar, yalvarırlar da vermirik. Vermək də fikrimiz yoxdur. Bizim öz reklamımızı özümüz edirik. Necə? Belə, məsələn, 35 manata qoymuşuq bir qaşığı. Halbuki ayrı-ayrılıqda bunu biz satışa qoyanda gəlir, yəni 100 manatı keçir bunun satış qiyməti. Amma zato buradan bizə kütlə gəlir. Buradan bizim səhifəmiz kəşf etdə bütün səhifəmizə gələk. Belə qızlar, o qədər gözəl məhsullar var ki. Yəni özüm baxıram, həvəslənirəm. Hətta bunlardan özümə də seçib götürəcəm. Bu çantadan qızımla özümə də götürmüşəm. Qaşığın içərisinə qoymuşuq kətan çantadır. Üzəri sırf əl işiri. Yəni çox gözəldir. Ölçüsü böyükdür, babası. Məhsullarımız bir-birindən gözəldir qızlar. Bunların qızlar yavaş-yavaş axırına gəlirik. Maxinkada belə bir qəşəng parç var. Hansı ki, belə maraqlı nə bilim. Bu da suyun çəyi, yellən çəyi. Bu maşın da bizdə evdə elə qalıb. Sürən yox, uşaqlar gəlir, parkda sürür. Burada bu hava yastığıdır, nədir, ondandır. Bir sözdən burada uşaqlar oynayır. Mən də vlogumuzu burada sonlandırıram. İnşallah növbəti vlogumuzda böyük ehtimal ki, inşallah Allah deyən olsun, 80% Saadətgildən olacaq. İzləmədə qalın, kanalımıza abunə olub like etməyi unutmayın. Hələlik.